Deməli, 1789'daydıq. Bəli, bəli. 1789 inqilabının iki nəticəsi oldu. Siyasi və iqtisadi nəticə. Siyasi nəticədən qeyd etdik ki, artıq mütləq monarxiyanın devrilməsi və idarə etməyə burjuaziyanın buraxılması önündəki əngəl aradan qalxmış oldu. İqtisadi nəticəsi oldu ki, artıq kənd təsərrüfatı istehsalı kapitalist formaya keçməyə başladı. İnqilabın xronologiyasını isə 3 əsas xronologiyanı burada qeyd edə bilərik. 89, 92 və 93. Nə baş verir burada? 89-da inqilab başlayır. Mütləq monarxiya artıq böhran yaşamağa başlayır. 92-də artıq respublikanı elan edirlər və kralı devrirlər bunlar. Krallıq belə deyim, devrilsə də amma de facto idi. Rəsmi şəkildə krallığın ləğv edilməsi 93-də olur. Yəni 89-da inqilabı başladılar, 92-də kralı götürürlər, 93-də isə rəsmi şəkildə bir daha kralın gəlməyəcəyi elan olunur. Bu şəkildə artıq Fransa respublikaya idarə etmə üsulunu möhkəmləndirmiş olur. Və birinci respublika dövrü 92-dən 1804-cü ilə qədər əhatə edəcək. Birinci respublika dövrü. Birinci Respublika dövrünü necə səciyyələndirə bilərik biz burada? Birinci Respublika dövründə qeyri-sabitlik idi. Məsələn, əvvəlki kitabda yenə bunu yazıda orada müəyyən Yakobinçilər idi, Robespierre bir-birini qırırdılar da ümumiyyətlə Respublika daxilində. Qeyri-sabit bir idarə etməkdir. Yəni hər şeyi sınaqdan keçirdilər bunlar. Gəlin belə də görək indi nətər olacaq. Yox, bu olmadı. Gəlin də necə deyim, başqa cür edək. Hər şeyi bir pilot layihə kimi sınaqdan keçirdilər. Görək hansında effekt olacaqsa o şəkildə yolumuza davam edək. Onun üçün qeyri-sabit bir dövr kimi dəyərləndirildi bu birinci Respublika dövrü. İndi 18-ci əsrin sonudur. 18-ci əsrin sonun Fransa üçün xarakterizə edək. Necə bir dövrdür bu? Dəqiqə. Deməli, daha doğrusu 18-ci əsrdə Fransa üçün fasiləsiz müharibələr dövrü kimi oldu. Məsələn, ən vacibləri burada hansıdır? Bayaq dediyimiz iki müharibə. 7 illik müharibə, bir də həmin o ABŞ-nin apardığı istiqlaliyyət müharibəsinə dəstəyi idi. Daxili vəziyyətdə nə baş verirdi? Fransa hələ də aqrar ölkə kimi qaldı. Baxmayaraq ki, inqilabdan sonra kapitalizmə keçid başladı, amma yəni əsr olaraq səciyyələndirsək, Fransa hələ də kapitalizmdə idi. Yekun nəticə nə oldu? Artıq 1804-cü ildə respublika görürlər ki, yox ya, bu işdir. Respublika artıq özünü doğrultur. Bu da müəyyən qüvvələrin artıq, xüsusən də Napoleonun bir növ hakimiyyəti tək başına ələ alması ilə nəticələnəcəkdir burada. 18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərində artıq Fransa bir neçə ölkəni öz qarşısına alır. İngiltərədir, Rusiyadır, Avstriyadır. Əsas o böyük dövlətlərdən söhbət gedir. Məsələn, orada görəcək ki, artıq Osmanlı ilə də, məsələn, Afrikada müəyyən savaşları baş verəcək. Amma əsas Avropadan söhbət gedirsə, bu ölkə ilə münasibətləri yaxşı olmayacaq. Və bu ölkələr də yavaş-yavaş artıq Fransaya qarşı müəyyən koalisiyalar formalaşdırılacaq ki, Fransanın o hegemonluğunun qarşısını alsınlar. İndi iki dövrü müqayisə edək burada. 1789-a qədər köhnə quruluş deyilən dövr, 1789-dan sonraki dövr. 1789-dan əvvəl mütləq monarxiyadır. Yəni mütləq monarxiya ilə qeyri-məhdud monarxiyanı da izah edək qısaca. Mütləq monarxiya, təbii ki, monarxiya odur ki, bir nəfərin hakimiyyətidir və irsi hakimiyyətdir burada. Mütləq odur ki, həmin o kral heç kimlə hesablaşmır. Qərarları istədiyi kimi heç bir instansiya ilə hesablaşmayaraq qərarları özü tək başına verir. Bu mütləqdir və ya qeyri-məhdud. Mütləq monarxiya ilə qeyri-məhdud monarxiya eyni anlayışdır. Biri var isə məhdud monarxiya. Məhdud monarxiyada yenə də monarx var, kral var, nə bilim, imperator var və s. Yəni bu müxtəlif şəxslər ola bilər. Məhdud monarxiyada isə monarxın səlahiyyətlərini məhdudlaşdıran nəsə var. Nəsə nədir indi? Məsələn, tutalım ki, kral qərar vermək istəyirsə artıq kafasına görə qərar verə bilmir. Ya onu ölkədə konstitusiya var, ya da ki, parlament var. Bunlardan ikisindən biri varsa və o kralın qərarlarına təsir göstərmək gücündədirsə,
Deməli, bu artıq məhdud monarxiya kimi səciyyələndirilə bilər. Məsələn, İngiltərə monarxiya idi, amma parlamenti var idi. Məsələn, İngiltərəndə biz parlament olan dövrünü mütləq monarxiya kimi götürə bilmərik. Məhdud monarxiyadır və ya parlamentli monarxiyadır. Məsələn, Yaponiya olacaq konstitusiyalı monarxiya. Amma 89-dan sonra respublikadır artıq. Respublika nə də xalqın işi və s. Xarici siyasətdə isə 89-a qədər müstəmləkələr idi. 89-dan sonra isə Fransanın əsas istəyi olur Avropada genişlənmək. Müstəmləkələrə bir növ desək atır ikinci plana. Qitədə genişlənmək istəyir 89-dan sonra. 89-a qədər feodal qaydalarıdır, amma 89-dan sonra artıq vətəndaş hüquqlarının rolunun artırılmasında Fransalılar maraqlıdırlar. İndi 19-cu əsrə keçək burada və burada siz qısaca Fransa idarə etməsinin bir qısa yerə, necə deyim, xronikasını görürsünüz burada. Məsələn, 1804-dən 1814-ə qədər birinci imperiyadır, 52-70 ikinci imperiyadır, 70-dən sonra üçüncü respublika dövrü gələcəkdir burada. İndi bunların hamısını bir-bir biz baxaq. Birinci imperiyanın yaranması 1804-cü ildə. Birinci imperiya necə idi? Bunun yəni iqtisadi sistemi nə idi, xarici sistemi və ya daxili sistemi nə idi? Ona bir-birində baxaq burada. İdarə etmə hissəsində görürük ki, misal üçün, dövlət idarəçiliyi burjuaziyanın buradakı rolu məhdudlaşdırılırdı. Napoleonu bu addımları atmağa sövq edən nə idi? Birinci respublikanın uğursuzluqları idi. Burjuaziya hakimiyyəti ələ aldı 1789 inqilabından sonra. Baxmayaraq ki, burjuaziya məsələn dünya tarixində mütərəqqi bir camiyə kimi anılsa da bütün dünya ölkələrində, amma Fransada burjuaziya ilk əvvəllərdə özünü doğrultmur. Yəni inqilab, Fransa inqilabı çox qanlı bir inqilabdır. Məsələn, hamımızın belə deyim, bildiyi gilyotin maşını var. İnsanlar o qədər, yəni kim inqilab əleyhdarı idisə, onların kəlləsini vurmağı cəlladlar çatdıra bilmədiyi ucbatından gilyotin maşını bunlar icra. Yəni görün nə qədər insan edam edilirdi burada. Yəni çox qanlı və qırğınlı bir inqilab oldu Fransa inqilabı. Yəni idarə etmədə Napoleon burjuaziyanın iştirakını məhdudlaşdırır, bütün hakimiyyəti öz əlində saxlayır. İqtisadi sistemi necə qurur Napoleon? Xüsusi mülkiyyəti toxunulmaz elan edir, amma kapitalizmin inkişafı önündəki əngəlləri aradan qaldırır. Amma fəaliyyət tətillərini qadağan edir. Niyə? Həm siyasi sabitlik üçün ölkənin daxildən sabit olmalı idi ki, Napoleonun başı qulağı dinc olsun, xarici siyasətini uğurla həyata keçirsin deyə. Yəni bir tərəfdən alırdı, bir tərəfdən də bir növ hüquqlar verirdi Napoleon. Napoleon imperiyasının, birinci imperiyanın əsas dayağı kim idi? Kəndlilər idi. Və ölkənin apardığı, iqtidarın apardığı əsas təbliğat da bundan ibarət ki, hakimiyyət və xalqın işbirliyi, millət və hakimiyyətin işbirliyi filan belə bir ideoloji bir təbliğatlar aparılırdı Napoleon hakimiyyəti dövründə. Və xarici siyasət isə bayaq dedi ki, birinci imperiyanın dövründə xarici siyasətin əsas məğzini qitədə genişlənmək təşkil edirdi. Qitədə genişlənmə yolunda Napoleon əsas rəqibləri kim idi? İngiltərə və Rusiya idi. Bunlarla mübarizələr aparacaq artıq. Napoleonun dövrü diktatura dövrü kimi səciyyələndirilir və məsələn burada həmin o diktaturanın bir növ bünövrə, sütun və dam örtüyü hissəsində görürsünüz. Bünövrəni məsələn bayaq dedik, təməl kəndlilər idi. İmperiyanın əsas dayağı kəndlilər idi burada. Sütunları isə burjuaz, amma məhdud bu burjuaziyadır. Yəni burjuaziyanı siyasətə buraxmır. Deyir ki, qardaş, siz burjuaziyasız oturun istehsalınızı eləyin. Oturun zavodlarınızı idarə edin, iş yerləri açın və s. Siyasət sizlik deyil. Napoleonun burjuaziyaya münasibəti bu idi. Hüquqlar verdim onlara, bəli, verdi. Bütün belə deyil, iqtisadi yöndən onların qarşısındakı əngəlləri aradan qaldırırdı. Bir dənə problem siyasətə buraxmırdı onlar. Deyir ki, siyasət sizlik deyil. İndi qitə blokadası. Hərdən bir yoxlayacağım, onun üçün üzrlü hesab edin. Səs və görüntü var? Bəli, var.
İndi qitə blokadasına gələk burada. Qitə blokadasındakı məqsəd nədən ibarət idi? İngiltərə idi burada. Yəni Napoleon da fərqində idi ki, İngiltərə kimi bir imperiyanı savaşmaqla mən çökürdə bilmərəm. Bu mümkün deyil. Çünki İngiltərənin arxasında çox böyük bir iqtisadi ehtiyat var. Və müharibənin də davamı İngiltərə, yəni uzun illər müharibə aparmaq iqtidarındadır. Napoleon da bunun fərqində idi. Ona görə də İngiltərəni fərqli yollarla təzyiq etməklə onun rolunu azaltmaq istəyirdi. Bu da ən belə deyim, yaxşısı qitə blokadası idi. Bir dəqiqənizi rica edeyim sizdən. Səs var? Alo. Bəli. Deməli, qitə blokadası ilə İngiltərəni zəiflətmək, yəni Napoleon kimi asılı vəziyyətə salırdısa, bir növ, necə deyim, istəyirdi ki, İngiltərəni bir növ ticarətdən məhrum etsin və öz ölkələri, asılı ölkələri İngiltərə ilə ticarət etməsinlər. Amma bu çox əks təsir verir burada. Yəni Napoleon istəyir ki, İngiltərəni zəiflətsin, tam əksi olur. Həmin ölkələr fransız mallarına ilk başda yönəlirlər, amma görürlər ki, yox, biz əvvəl ingilis mallarından istifadə edirdik, həm ucuz idi, həm də ki, keyfiyyətli idi. Amma fransız malları həm bahadır, həm də ki, keyfiyyətsizdir. Və bu Fransaya çox əks təsir verir. Yəni bir növ bu plan suya düşmüş olur. Napoleonun bu planı. İndi genişlənməsinə baxaq. Napoleon 1805-ci ildə, xəritədə orada ox işarəsi ilə göstərilib, Trafalgar burnunun yaxınlığında ingilislərlə savaşır. Məğlub olur, amma Austerlitzdə Rusiya və Avstriya Birləşmiş Qüvvələrinə qalib gəlir. Və ən böyük səhvini 1812-ci ildə edir, birbaşa Rusiya üzərinə yönəlməklə. Yəni çox böyük Napoleonun ümumiyyətlə karyerasının, siyasi karyerasının çöküşünün əsas səbəbi buydu. Rusiya üzərinə yönəlmək. Və fikir versək, ümumiyyətlə bu məsələdə Napoleonla Hitleri çox eyniləşdirirlər. İkisi də eyni addım atır, ikisinin də sonu eyni olur. Və burada da əsas məsələ soyuq amili idi. Vaxtın düzgün seçilməməsi, nəzərdə tutulan vaxtdan döyüşün uzun çəkməsi bu kimi şəxslərin artıq siyasi karyerasının sonunu gətirir. Və 1812-ci ildə Napoleon geri çəkilməyə məcbur olur və geri qayıdarkən də qoşununu itirə-itirə gəlir artıq. Bu təbii ki, Fransada çox böyük bir əks-sədaya səbəb olur. Napoleon artıq nüfuzdan düşür və müttəfiqlər də məsələni kökündən həll etməkdən ötürü 1813-1814-cü illərdə həmin o koalisiya Fransaya hücum eləyir, Parisi işğal eləyirlər, Napoleon sürgün olur. Napoleon qaçır
və qaçdıqdan sonra qoşun toplayıb yenidən o təşəbbüsü ələ almaq istəyir, amma 1815-ci il Xalqlar döyüşü Leipzig idi, yoxsa bu idi? O köhnə kitabı yazırdı, o tam dəqiq yadımdan çıxıb. 1813-cü ildə Leipzig idi, 1815-də Waterloo idi. Səhv eləmirəmsə Waterloo idi Xalqlar döyüşü. Bu döyüş, Waterloo'da. bəli. Xalqlar vuruşması Leipzig idi 1813-cü ildə. Hə, onun tam dəqiq Leipzig. yadımdan çıxıb, hə. Ya 13-dür ya Leipzig deyəsən 13-cü ildə idi, Leipzig idi, Xalqlar vuruşması idi, bəli. Waterloo onun yenidən hakimiyyətə gələndə olduğu döyüş idi, 100 günlük hakimiyyət. Daha sonra. 1815-də Waterloo-dan sonra artıq Napoleonun qəti məğlubiyyəti təsbit olunur və o bir dəfəlik gedər gəlməz deyilən yerə göndərilir və ömrünün axırına qədər də ümumiyyətlə orada yaşayır Yelenada. Ondan sonra artıq Avropa ölkələri toplaşır ki, hə, bax, burada iki dənə xəritə görürsünüz. Məsələn, soldakı xəritə Napoleonun hakimiyyəti dövrüdür. Sağdakı xəritə isə Napoleonun məğlubiyyətindən sonra olan dövrdür burada. Və burada Napoleon artıq məğlub edildikdən sonra Avropa ölkələri yenə yığışır ki, necə edək, nə cür edək, həm dəyən zərərləri həll edək, həm də ki, bir daha belə bir təhlükə, belə bir problem yaşanmasın. Və Viyana konqresinə toplaşacaqlar bunlar 1815-ci ildə. Viyana konqresində indi, hə, burada şey eləyək. Viyana konqresində indi nələr təsbit olunacaq? 1815-ci ildə deyirlər ki, Avropada hər şey güc prinsipinə əsaslanmalıdır və legitimliyə əsaslanmalıdır burada. Və başlayırlar yenə bir-bir sülalələri dala qaytarmağa. Deyirlər ki, yəni bu yeni idarəetmə sistemləri biri hakimiyyətə fərqli-fərqli sülalələrdən olan fərqli-fərqli şəxslərin hakimiyyətə gəlmə prinsipi Viyana konqresində bir növ bəyənilmir və sülalələri qaytarırlar. Fransada kim idi? Burbonlar idi. Və Burbonlar hakimiyyətə qaytarılır, amma təbii ki, şərtlərlə və Burbonların üzərində müəyyən şərtlər qoyurlar ki, bax, təzminat. Sən təzminat ödəsən, sənin hakimiyyətini inqilabdan əvvəlki sərhədlərə qaytara bilərik. Bu şərtlərlə artıq Louis Napoleonu bir növ gələcəkdə qaytaracaqlar və 1848-ci il inqilabından sonra. İnqilab təkcə Fransada baş vermədi 1848-ci ildə. Avropanın bir çox ölkələrində bu 1848-ci il inqilabları baş verdi. Səbəbi nə idi? Əsasən iqtisadi böhran, yəni bu təkcə Fransada, bütün Avropada bu böhran var idi. Maaşla böhran vəziyyəti müəssisələr bir növ qənaət etməkdən ötürü fəhlələrin maaşını kəsirdilər, fəhlələrin maaşının azalması, gəlirlərin azalması, sosial narazılıq. Yəni bu zəncirvari şəkildə bu narazılıq baş alıb gedirdi. Və 1848-ci ildə monarxiya devrilir, yenidən ikinci respublika yaranır. Amma fikir versəz, burada lider sülalədən də olsa, amma prezidentdir. Kral deyil də bu. Prezidentdir artıq. Louis Napoleon prezidentdir artıq. 1848-ci il inqilabından sonra nəticələr hansı zəncirvari formada gedir? Birincisi, 1847-ci ildə həmin o iqtisadi böhran baş verir. 1848-in əvvəllərində kütləvi sosial narazılıq başlayır. 48-də İnqilab baş verir və dövlət aparatları mühafizəkarlardan təmizlənir. Mühafizəkarlar kimdir? Köhnə fikirlərdən yəqin. Əvvəlki quruluşun tərəfdarlarından təmizlənir. Və inqilab ikinci respublikanın elan edilməsi ilə nəticələnir. İndi burada 1848-ci il ikinci respublikada bir paradoks var. Seçkilər baş verir və həmin seçkilərdə hamı deyir ki, tamam, respublika olsun. Amma parlamentdə monarxiya tərəfdarları üstünlüdür. Monarxiya tərəfdarları üstün olduğuna görə məsələ Louis Napoleon Bonaparte olar prezident seçirlər orada. Yəni, necə deyim, bayaq qeyd etdiyim kimi, sülalədir. Köhnədən bunlar əvvəl dədə-babadan belə deyim, monarxiya idarə etmə üsulunda dövləti idarə eləyiblər. Bunun dədə-babaları hamısı kral olub.
monarxiyanı xalqın gözünə kül üfürməkdən ötürü monarxiyanın formasını necə deyim, dəyişirlər ki, xalq elə bilsin ki, respublikada. Amma bütün o struktur falan monarxiyanı bir növ andırırdı. Yadınızdadırmı? Romada da belə bir şey oldu. Müəllim, Avqustun dövründə olan bir şey. Bəli, bəli. Bir də ki, Oktavianda respublikanın görüntüsünü saxlayaraq əslində tək başına. bir də ki, şeydə var. Həmçinin Romada 509-cu ildə var. Məsələn, padşahlıqdır, amma 509-cu ildə inqilab baş verir, onlar keçirlər respublikaya. Amma xalq görür ki, yox, bunun elə, yəni padşahlığın elementləri var. Padşahlığın elementləri məhz qaldığına görə orada vətəndaş müharibəsi, yəni o patrisi və plebey savaşları baş verir 3-cü əsrə qədər. Orada da eynilə buna bənzər bir şey idi. Yəni o plebeylər ay nə bilim hüquqlar, idarəetmə falan o qədər yəni tələb etdilər. Patrisilər də hiylə ilə bir növ idarəetmənin adını sanki kağız üzərində dəyişir və padşahlığı pozulub respublikaya yazılır, amma idarəetmə hər şeydə olduğu kimi qalırdı. Yəni padşahın Yox, adını Zadəgan konsulu Respublikası yazmanla olardı, idarəetmə dəyişmir. Necə? Bəli, əslində Zadəgan Respublikası elədilər də, adı yenə oldu Respublika, ancaq yenə idarəsizdə onsuz yenə varlılar idi də. Bəli, bəli. Vəzifə istəyirdilər. Roma dedi ki, biz məsələn patrislər dedi ki, biz neçə illərdir onsuz da pulsuz işləyirik, maaşsız da almırıq. İşləmək istəyirsiniz, buyurun gəlin. Plebey deyir ki, mən maaşsız yəni niyə işləyim ki? Plebeyi maraqlandıran, yəni maddiyyatı çətin olduğuna görə avtomatik olaraq onu maraqlandıran əsas maddiyyat idi. Yəni bu kimi hilələrlə bir növ idarəetməni yenə də öz əllərində saxlamaq istəyirdi. Ona bənzər bir şey Fransada da baş verir indi. 1848-dən sonra. 52-də isə bunlar yeni bir imperiyaya gedəcəklər. Niyə? Mühafizəkar qüvvələrlə, parlament daxilində mühafizəkar qüvvələrlə respublikaçıların bir ziddiyyəti var. Respublikaçılar deyirdi ki, Napolyon atdığı bütün addımları konstitusiyaya uyğunlaşdırmalıdır. Öz başına qərar verə bilməz. Mühafizəkar qüvvələr deyir ki, yox. Əsas katolik kilsəsini bəyənirsə deməli düzdür. Və bu iki ziddiyyət Louis Napolyon da görür ki, mənim yəni durub çevriliş etmək istəsəm, sosial dəstəyim varmı? Var. Yəni kimdir? Parlamentdəki mühafizəkarlar. Və bu qarşı durdurmadan istifadə edir. 1852-ci ildə o dövlət çevrilişi eləyir və özünü prezident yox, artıq imperator elan edir. Yəni Louis Napolyon həm prezident olduğu vaxt var, həm də ki imperator olduğu vaxt var. Və 2-ci imperiya dövrü başlayır. 1852-ci ildən 1870-ci ilə qədər Fransada 2-ci imperiya dövrüdür. Və 2-ci imperiya dövrü Fransada çox mütərəqqi addımlarla yadda qalıb. Fransanın bir növ bütün sahələrdə sıçrayışı ilə yadda qalan bir dövrdür. 2-ci imperiya. Nə baş verir burada? Sənaye çevrilişi başa çatır, yəni elmi-texniki nailiyyətlər tətbiq olunur. Şəhərləşmə prosesi çox sürətli şəkildə davam eləyir və sənaye burjuaziyası artıq formalaşmış olur burada. Yəni kapitalizm özünün ən yüksək inkişaf etdiyi dövrdür, 2-ci imperiya dövrü. İndi xarici siyasətdə necə idi vəziyyət? Xarici siyasətdə isə artıq görəcəyik ki, artıq Fransa ilə İngiltərə yavaş-yavaş bir-birinə yaxınlaşacaqlar. Məsələn, burada Rusiya təhlükəsi var. Əvvəl bunlar hamısı Avropa Osmanlıya qarşı idisə da, amma burada görəcəyik ki, artıq Osmanlı tərəfdən Rusiya təhlükəsini boğmadan ötürü 1853-56-cı illərdə Krım müharibəsində Osmanlı tərəfdən savaşa daxil olub, o Balkanlarda gedən prosesi tarazlamaq istəyirlər. Ki, nə Rusiya Osmanlını ötsün, nə də ki, Osmanlı Rusu ötsün. Bu tarazlamanı bir növ orada aparırlar. Və artıq, məsələn, birinci Napolyonun dövründə qitədaxili genişlənmə əsas xarici siyasət idisə, Louis Napolyon imperator olduğu 2-ci imperiya dövründə isə artıq müstəmləkələr uğrunda mübarizə genişləndirilir. Və 1860-cı ilə qədər
problemsiz gəlir. 60-cı illərin ortalarından sonra yavaş-yavaş problemlər başlayır. Çünki bütün bunların hamısına pul xərclənir və yavaş-yavaş iqtisadi böhran yenidən xalqın narazılığını gətirir. 1870-ci il hadisələrini bundan sonra baxacağıq indi. İndi 1-ci və 2-ci imperiyaların müqayisəsinə baxaq biz burada. Deməli, 1-ci imperiyanın rəhbəri kimdir? 1-ci Napolyon, 2-ci imperiyada kimdir? 3-cü Napolyondur. 1-ci imperiya 1804-14 cəmi 10 il yaşamışdı. 2-ci imperiya isə hardasa 18 il müddətdə yaşamışdı burada. 1-ci imperiyada əsas dayaq kəndlilər və aqrar iqtisadiyyatdırsa, 2-ci imperiyada artıq sənaye və kapitalizmdir. 1-ci imperiyanın rəqibləri əsasən Avropadırsa, İngiltərə və Rusiyadırsa, 2-ci imperiyada İngiltərə düşmən ölkə siyasından çıxır, Almanlar və Rusiya girir artıq düşmən ölkələr. Yəni Rusiya ilə aparılan misal üçün düşmənçilik 1-ci imperiyanın, 2-ci imperiyanın oxşarıdır. Rusiya yenidən dəyişməzdir, yəni düşmən kimi. Amma 2-ci imperiyada artıq Avropada artan Alman təhlükəsi var. Almanlar birləşirlər artıq. Və bu Fransa üçün çox böyük bir, necə deyim, problemdir. Çünki düz qapı qonşusudur və Almaniyanın orada birləşməsi, bütünləşməsi və Avropa dağılıq uğrunda daha doğrusu mübarizəyə qoşulması artıq Fransanın başını ağrıda bilərdi. 1-ci imperiyanın süqut səbəbi Napolyonun Rusiyada yaşadığı həmin o məğlubiyyətdir. 2-ci imperiyanın süqut səbəbi isə Almanlarla aparılan həmin uğursuz müharibədir. Otto von Bismarcka məğlub olmasıdır. İndi Fransa-Prusiya müharibəsi həmin o 3-cü Napolyonun devrilməsinə gətirib çıxardacaq həmin o müharibəyə baxaq. Müharibənin səbəbləri nə idi ümumiyyətlə? Birincisi, bu həm xarici müharibə idi, həm də ki daxili. Fransa bir güllə ilə 2 quş vurmaq istəyirdi burada. Birincisi, Almanlara qarşı savaş açıb, vahid Alman dövlətinin birləşməsinin qarşısını almaq, Almanları daim parçalı dövlət şəklində saxlamaq istəyirdi. Çünki qonşuluğunda güclü bir dövlətin yaranmasını istəmirdi. Və eyni zamanda xarici bir müharibə apardığını fürsət bilib, daxildə də narazı qüvvələri birini boğmaq istəyirdi. Paralel olaraq. 1870-ci ildə demək olar ki, Fransa yekun məğlubiyyəti alır. 1871-də isə orada da Sedan fəlakəti deyilən bir dövr vardı orada. Parisin düz həndəvərinə kimi gəlib çıxırlar Almanlar orada. Və bu Sedan fəlakətindən sonra artıq insanlar küçəyə çıxır və bu hakimiyyəti ümumiyyətlə rədd edilmək istəyirlər ki, yəni Almanlar düz ağzımızın içinə kimi gəlib çıxdılar burada. 1871-ci ildə Frankfurt sülh müqaviləsi imzalanır. Frankfurt sülh müqaviləsi ilə nələr təsbit olunur? Birincisi, Fransa 2 qiymətli ərazini itirir. Elzas və Lotharingiya. Fransa iqtisadiyyatının bir növ, necə deyim, can damarı idi bu. Elzas və Lotharingiya. Və bunun qisasını yenidən Fransa almaq istəyəcək 1-ci Dünya Savaşından sonra. İkincisi, Fransanın üzərinə böyük bir təzminat qoyulur. 5 milyard frank məbləğində. Və təzminat tam ödənilənə qədər Fransanın şimalı Almaniyanın nəzarətində qalacaqdır. Bax, bu Frankfurt müqaviləsinin şərtlərini yadda saxlayın. 1-ci Dünya Savaşından sonra Fransanın Almaniyaya münasibətinə baxın. Görəcək ki, eyni şeyləri Fransa Almaniyaya etdirmək istəyir. Almaniyanı Fransaya etdiklərini Fransa Almaniyaya qaytarmaq istəyir. Və Fransa ilə Almaniya arasındakı bu düşmənçilik ta ki 2-ci Dünya Savaşına qədər gedəcəkdir artıq. Məsələn, 1-ci Dünya Savaşında Almaniya Fransaya hansı vaqonda təslim olmuşdusa da, Hitler gətirəcək yenə orada Fransanın Almaniyaya təslim olma aktını imzalatdıracaqdı. Kompiyon meşəsində. Bəli, Kompiyon Marshal Foch'un vaqonunda. Bəli. 1870-71-ci illərdə həm Sedan fəlakəti, həm də 2-ci imperiyanın sonunu gətirənlər bax bu 4 dənədir. Birincisi oydu ki, Fransa hazırlıqsız idi. Yəni
necə hazırlıqsız idi? Təbii ki, körtəbii şəkildə müharibəyə daxil olmamışdılar. Sadəcə Fransa Almaniyanın gücünü tam dəyərləndirə bilməmişdi. Elə Almaniyanı parçalı dövlət feodal dövründən qalma bir ordu sistemi kimi dəyərləndirirdi. Birinci səhvi bu idi. İkincisi, həmin o Sedan fəlakətidir. Yəni Napoleonun özünün belə orada mühasirəyə düşməsi Fransalılar özləri üçün böyük təhqir hesab edirlər. Üçüncüsü, Napoleon mühasirəyə düşəndən sonra təslim olması və bütün şərtlərlə bir növ razılıq verib canını qurtarmağa çalışması xalqın qəzəbini coşdurur. Və nəticədə xalq artıq imperiyanı devirir və uzun müddətli bir respublika qurulacaqdır burada. 1870-dən ta ki 1940-cı ilə qədər uzun müddətli bir respublika dövrü formalaşdırılacaq Fransada. İndi keçək 20-ci əsrin əvvəllərinə. 20-ci əsrin əvvəllərində Fransada vəziyyət nə yerdədir? Birincisi, sənaye istehsalı. Sənaye istehsalı Fransada sənayenin təmərküzləşməsi baş verir burada. Sənayenin təmərküzləşməsi əsas rəqiblərdən geridədir. Yəni, həm ABŞ-dan, həm də ki, İngiltərədən, həm də ki, Almaniyadan. Fransalılar istəyir ki, yəni müəyyən sahələr ki var, bu dövlətlərlə ayaqlaşa bilməz. Elə bir spesifik sahələr seçməlidir ki, ən azından o sahələrdə bu dövlətləri ötsün və bazarda özünə yer tuta bilsin. Bu da ən optimal nə idi? Avtomobil istehsalı, kimya və gəmi qayırma istehsalı idi burada, sənayeləri idi. Burada ixtisaslaşmaqla bu ölkələri keçmək istəyirdi. Və Fransada digər ölkələrdən maraqlı olan xüsusiyyətlərdən biri ondan ibarət idi ki, ölkədə kifayət qədər kapital var, amma həmin kapitalı daxili bazara yatırmaqdansa, xarici bazara yatırmağı daha çox ona üstünlük verirdilər. Sual verə bilərsiniz, niyə? Çünki bütün pulu sən daxildəki belə deyim, istehsal müəssisələrinə yatırdırsansa, əgər sənin ölkəndə, məsələn deyim də, gəmi qayırma üçün bir xam malın, bir şəraitin yoxdur. Və sən bütün pulu da öz ölkənə... Əgər sən xaricdə elə bir müstəmləkən var, elə bir yer var, elə bir ölkə var ki, orada gəmi qayırma üçün, misal üçün, münbit şəraiti varsa, pulu oraya yatırıb, orada gəmi istehsal edib satmağı daha məntiqli görürdülər bunlar. Həmçinin bu şəkildə ölkələrin daxili işlərinə də bir növdəsə Amerikanın yolunu getmək kimi azdan çoxdan ona bənzəyirdi bu kapital ixracı məsələsində. İngiltərədə təbii ki belə eləyirdi, amma İngiltərə böyük bir hissəsini özünə, yerdə qalan hissəsini isə xaricə ixrac edirdi. Və revanşizmi var burada. Fransanın bayaq qeyd etdiyimiz kimi əsas da revanşizmin kökündə dururdu Almaniyadan qisas. Məsələn, biz bax 1-ci imperiyanın bayaq 2-ci imperiyanı müqayisə edəndə orada dedik ki, Rusiya dəyişməz düşməndir 1-ci imperiyadan 2-ci imperiya üçün. 1-ci imperiyada İngiltərə və Rus, o cümlədən Avstriya düşməndirsə, 2-ci imperiyada isə əsas düşmən Rus və Prusiyadır. Amma burada artıq 20-ci əsrin əvvəllərində Rusiya da düşmən siyasından çıxır. Və bir dənə qalır əsas düşmən kim? Almaniya, Fransa üçün. Və başlayır Fransa Almaniya ətrafında müəyyən ittifaqlar formalaşdırmağa. Antanta şey olacaq, sonra Antantanın həmin o səmimi saziş çıxacaq ortaya, Rusu öz tərəfinə çəkəcək. 1800, həmçinin onu da qeyd edək ki, 1890-cı illərdə Rusiya ilə bağlanmış ittifaq Almaniyanın bir növ təcridinə son qoymuş olacaq burada. İndi o hissələrə gələcəyik biz. Tələsməyək orada. İndi bir dənə slayda baxım. Hansı hissələr qalıb, ona uyğun planlama edim. Təxmini bir 20-ci əsrin sonlarındayıq. 20-ci əsrin sonlarında Fransanın ümumi vəziyyətlərini xülasə şəklində göstərək biz burada. Bildiyimiz kimi 20-ci əsrin 19-cu daha doğrusu üzr istəyirəm. 19-cu əsrin Fransa nələr gördü? 2 dənə imperiya
gördü burada. Birinci imperiya, ikinci imperiya. Bir dənə inqilab gördü həmçinin 1848-ci il inqilabı. Həmçinin 1870-ci ili də biz inqilab kimi dəyərləndirə bilərik. Çünki xalq özü rədd elədi onu və yeni respublikanı, 3-cü respublikanı qurmuş oldu. İqtisadi hissədə isə artıq İngiltərənin ilk əvvəllər uğursuz qitə blokadası baş verir, amma əsrin sonlarına yaxın özünü toparlayır və dünyada kapital ixracına görə ikinci ölkəyə çevrilmiş olur. Geosiyasi məsələlərdə isə Viyana konqresindən sonra artıq Almaniyanı bütün Avropa ölkələri, belə daha doğrusu indi orada biraz fikrimi hasarlaya bilərəm, onun üçün başdan gedək. Viyana konqresi əslində Fransanın bir növ əleyhinədir. Söhbət o 1815-ci ildən gedir orada. Çünki Fransa ilə orada təzminata razılaşmaqla və inqilabdan əvvəlki sərhədlərə qayıtmaqla çox böyük bir təzminat yükləyirlər orada və əslində artıq ikinci yarısında Almaniyanı Avropa ölkələrinə təhlükə kimi sıraya bilir Fransa. Və Almaniya təhlükə kimi sırıdığına görə özlərinə yeni bir müttəfiqlər qazanır. O cümlədən İngiltərəni və Rusiyanı özü üçün müttəfiq edinə bilir. Və əsas bütün diqqət də bundan sonra yönəldiləcək Almaniyanın üstünə. Həmçinin bax burada belə bir şey var. İndi hamı hər iki dünya müharibəsinin törədilməsində Almaniyanı bir növ qınayırlar ki, bu iki dövlət ikisi də müharibəni törətdi. Amma mən belə başa düşürəm ki, bax mənim şəxsən yanaşmam belədir ki, Almaniya yəni əlini qolunu yanına sallayıb oturası necə deyim deyildi. Fransa bu cür Almaniyaya qarşı işlər görürsə, Almaniya da öz tədbirini almalı idi. Və lazım gələrsə Fransanı qabaqlamalı idi. Yəni Almaniyanın sürətli hərbiləşməsində, Almaniyanın bu ordu sistemini sürətli şəkildə gücləndirməsində Fransanın payı az deyil. Çünki Fransa təhdiddə idi. Almaniya 1 qram, yəni təntiyən kimi gedim hop oradan Elzas və Lotaringiyanı götürüm. Fransanın istəyi buydu. Fransa və Almaniya münasibətlərinin düyünü bax o elə iki şəhər idi. Çünki kömürlə zəngin idi ora, daş kömürlə. 20-ci əsrin əvvəllərində keçdiyimiz zaman isə Fransada inkişaf edən və geridə qalan hissələrə baxaq. Yadınızdadır, bayaq misal üçün qeyd etdi ki, Fransa elə spesifik sahələrlə bazara girmək istəyirdi ki, onlarla heç olmasa dünyada birinci yerə çıxa bilsin. Və o sahələr Fransada inkişaf edir. Avtomobil, kimya və gəmiqayırma sənayeləri. Bunlar inkişafdaydı. Geridə olduqları isə sənaye məhsullarının istehsalına görə hələ də rəqiblərindən geridə idilər. Yəni rəqibləri kimdir? ABŞ, Almaniya və İngiltərə. Yəni Rusiya zət bu işdə Fransa üçün rəqib deyil. Fransa hələ, daha doğrusu Rusiya hələ rəqib olacaq halda deyil də həmin dövrdə. Əsas bu yarışanlar ABŞ, Almaniya, İngiltərə, Fransa idi və Fransada bunlardan geridə idilər. İstehsalın təmərküzləşməsi deyir ki, həm Amerikadan, həm də ki Avropadan aşağı idi. Təmərküzləşmə nədir? İnsarlaşmadır, yəni böyük müəssisələrin meydana gəlməsi filan. Bu, bir tərəfdən baxanda əslində yaxşı bir şeydir, bir tərəfdən baxanda pis bir şeydir. Əgər bu təmərküzləşmə, insarlaşma çox belə ifrat dərəcədə gedirsə, bu çox mənfi nəticələr doğurur. Qaydasında gedirsə, hə, yaxşıdır. Dövlətlər niyə insarların yaranmasında maraqlıdırlar? İnsarlar dövlət daxilində yaranıb, inkişaf edib, bazara tutandan sonra ölkə xaricinə keçməyə artıq başlayırlar. Məsələn, Amerikada Morgan, BP və s. bu kimi insarlar var. Birinci ölkə daxilində yaranırlar, sonra ölkə sərhədlərini aşıb artıq digər ölkələrə keçirlər və o təbii ki, orada həmin ölkənin nüfuzunun da genişlənməsinə gətirib çıxardır. Amma məsələn, elə bir ölkə var ki, insarlar orada var, amma ölkə sərhədlərini aşmır. Elə istədiyi kimi bütün sahələrin hamısını ələ keçirtmək istəyir ölkə daxilində. Bu artıq kiçik və orta müəssisələrin bağlanmasına gətirib çıxardır və mənfi nəticələr doğurur. Kapital ixracına görə isə
Fransa dünyada ikinci yerdədir. Kimdən geridə qalır? Britaniyada. Kapital ixracına görə. Revanşizminə gələ indi burada. Həmin o Elzas və Lotaringiyanın yerini xəritədə orada işarələnib. Və bunların nə olur olsun, nəyin bahasına olur olsun, bu əraziləri geri almaq istəyirdi Fransa. Bu ərazilər hansı sülhlə verildi Almaniyaya? 1871-ci il Frankfurt sülhü ilə getdi. Və Fransa bunu geri qaytarmaq istəyirdi. Geri qaytarma yolunda hansı addımlar atdı? Əzəli düşməni İngiltərə ilə düşmənçiliyi kənara qoydu. Əzəli düşməni Fransa ilə, daha doğrusu Rusiya ilə düşmənçiliyi kənara qoydu. Və Almaniyaya qarşı bir blok formalaşdıra bildi. Antanta. Bismarck nə qədər istədisə, Fransanı təcrid rejimində saxlasın, bacara bilmədi. 1890-cı ildə Rusiya ilə ittifaq, 1904-cü ildə İngiltərə ilə ittifaq. Bu şəkildə artıq Fransa bir bloka çevrildi. 1904-cü ildə həmçinin o səmimi saziş də var ki, gəlin, yəni Afrikada nə düşmənçiliyimiz varsa, onsuz Hindistanda həmin düşmənçiliyi həll ediblər, Amerikada həmin düşmənçiliyi həll ediblər. İngiltərə ilə Fransanın savaşı bir dənə indi Afrikada gedirdi. Həmin o səmimi sazişlə deyirlər ki, orada da gələn düşmənçiliyi kənara qoyaq, çünki bizim burada böyük bir təhlükəmiz var. Almaniya. Oradakı mülkləri də bölüşdürürlər və bütün diqqətlərini yönəldirlər Almaniyanın üstünə. Və bu üç dövlət, Rusiya, İngiltərə, Fransa, Antanta deyilən ittifaqın tərkibində kimə qarşı? Almaniyaya qarşı birləşdilər. Yəni, bu Antantanın yaranmasının əsas şeyi budur. Almaniya, yenə deyirəm, nə etməli idi? Yəni, susub oturmalı deyildi. O da istər-istəməz genişliyirdi. Bilirdi ki, 3 əhatədən artıq mənə qarşı blok formalaşdırılıb. Və buna qarşı da istər-istəməz tədbirlərini almalı idi. Və dünya artıq böyük bir müharibənin astanasına gəlib çıxır. Bütün tərəflərin hamısının özünün müəyyən maraqları var. Birinci Dünya müharibəsinə Fransa daxil olan zaman əsasən 3 dənə hədəfi var. Birincisi, bayaq həmin o 2 dənə yer, Elzas və Lotaringiya qeyd şərtsiz geri almalı idi, heç bir şərt olmadan. Almaniyanı zəiflədib, Almaniyanın Fransadan qopardığı şərq və şimal ərazilərini geri almalı idi 2. Və əsas məsələ müttəfiqləri ilə birlikdə Osmanlının torpaqlarını öz aralarında bölüşdürməli idilər. Bir dəqiqə. Səs var da? Bəli, mənim var. Mən bir şey deyə bilərəm. Buyurun. Bir dənə. Əgər mane olmuramsa, webinara mane olmaq istəmirəm əslində. Deməli, burada bir məsələ mənim üçün maraqlı gəldi. Belə deyək də, dərsdə də uşaqlara hər dəfə mən izah edəndə o istiqamətdən gedirəm ki, burada 1879-82-ci, 82-də tam tamamlayır da Almaniya orada üçsər ittifaqını yaradır, Avstriya, Macarıstan və İtaliya ilə birlikdə. Və bundan sonra 1890-cı illər deyək də, 93 yazırdılar, sonra 94 dedilər Rusiya ilə yaxınlaşma prosesi və nəhayət 1904-cü ildə Antantanın yaradılması, Fransanın yaxınlaşması və sonda Peterburq müqaviləsi ilə tamamlanması prosesini. Yəni birinci əslində indi düzdür. Burada belə siz dediniz ki, yəni Almaniya buna məcbur idi ki, deməli daha da güclənsin. Üçsər ittifaqı ondan qabaq yaranması məsələsinə görə mən həmişə fikirləşirəm ki, alternativ olaraq bunlar da ona görə belə deyək də güclənməli idilər və orada Antantada bu formada birləşdi və güclər balansına görə artıq müharibəyə doğru addım. Xronoloji olaraq Almaniyanın öz ətrafında müttəfiqlər toplaması hamısına əvvəldir. Amma Almaniyanı Avropada təhlükə kimi görən yeganə ölkə Fransa idi. Yəni Almaniyanın genişlənməsi nə Rusun narahat edirdi, nə ki İngiltərəni narahat edirdi.
Hegemonluğa görə Bəli, düz. bəli. Fransa əsas Fransanın narahat idi bundan. Amma orada gedişatda belə bir şey var ki, Almaniyanın Avropada üstünlüyü iqtisadi təməllərə dayanırdı. Almaniya Avropada iqtisadi üstünlüyə nail olmaqla bir növ Avropanı dizə gətirmək istəyirdi. Fransa amma iqtisadiyyatın kölgəsində Müstəmləkələr bəli, hərbi ilə də bir növ Almaniya ümumiyyətlə Fransa Almaniyanın bir dövlət kimi var, o qonşuluğunda bir mərkəzləşdirilmiş dövlət kimi var olmasının əleyhinə idi. Çünki yeni yaranmışdı və dövlət kimi ümumiyyətlə qəbul etmirdi Fransa onu. Tanımamışdı hələ. Aydın. Ona görə bəli, ümumiyyətlə düzdür, biraz Üzr istəyirəm, müdaxilə etmək olarmı müəllim? əlbəttə, buyurun. Burada bir məsələ ilə mən Almaniyaya bağlı demək istəyirəm. Deməli, Almaniya axı uzun müddət parçalanmış halda qalmışdı və müstəmləkə sistemindən kənarda qalmışdı. Bəli. Və o məsələ də vardı. O yenidən dünyanın bölüşdürülməsini istəyirdi. Yəni deyirdi ki, mən nə qədər zəif idim, siz torpaqları bölmüsünüz, götürmüsünüz özünüzə. Bəli. Mən qalmışam kənarda. Mən də istəyirəm. Yəni belə bir məsələ də var idi də Almaniya üçün. Dünyanın bölüşdürülməsi. Həm də bir də o parçalanma dövrünə geri qayıtmamaqdan ötürü o dövlətin təməllərini sağlam atmaq istəyirdi o Otto von Bismarck ki, o bir də Almaniya, bilirsiniz ümumiyyətlə Almaniya çox ziddiyyətli bir yerdir. İndinin özündə də, yəni belə deyim də, onların ziddiyyətini belə izah edeyim. Məsələn, şimalda yaşayan Almanla cənubda yaşayan Alman ləhcə fərqliliyinə görə bir-birini başa düşə bilmirlər. Ona görə də o ziddiyyətli ərazi olduğuna görə Otto von Bismarck elə əldə saxlamalı idi ki, onun da yeganə yolu hərbdən və iqtisadiyyatdan keçir. Almaniya bir də parçalanmasın. Çünki bu yeni yaranmış dövlət idi, kövrək idi. İstənilən xarici müdaxilə o dövləti yenidən parçalaya bilərdi. Çünki Almaniya aşağıdan yox, yuxarıdan birləşdirilmişdi. Hərb yolu ilə birləşdirilmişdi. Və hərb yolu ilə də parçalana bilərdi. Ona görə də, yəni şəxsən mən Almaniyanın təşkilatlanmasını haqlı görürəm. Müəllimin də sözünə qüvvət, yəni uzun illər Avropa ölkələri, xüsusən Fransa, İngiltərə, İspaniya dünyanı çapıb talamışdılar. Almaniya isə bu proseslərdən kənardaydı və Almaniyanın da əl-qol açmasını istəmirdilər. Almaniyada az-salə bir xalq deyil axı bu Almanlarda. Mütəşəkkilləşəndən sonra artıq o da öz payını götürmək istəyirdi. Bunlar da onu ümumiyyətlə ciddiyə almaq istəmirdilər və ona heç bir pay vermək istəmirdilər. Bu şəkildə artıq bloklaşma bir iki belə deyim, qütübləşmə prosesi getdi. Və bu üç məqsəd... Həm də Rəsul müəllim, bu Almaniyada kapitalizmin inkişafı da tələb eləyirdi də müstəmləkələri ələ keçirməyi, genişlənməyi, güclənməyi. Xammal, bəli. Bu da səbəb olur. Xammal, bəli. Deməli, Fransa bax bu istəklərlə, bu hərbi hədəflərlə müharibəyə girir ki, mən Elzas və Lotharingiyanı alacam, Almaniyanı zəiflədəcəm, Avropada yeni torpaqlar tutacam, Osmanlını da öz dostlarım arasında böləcəm. Və gəlirik Versala. Təbii ki, Birinci Dünya müharibəsi falan o ayrı bir webinarın mövzusudur. İndi müharibə bitdi, bildiyimiz kimi Almaniyanın məğlubiyyəti ilə bitdi. Gəlirik Versala. Bax, həmin o Frankfurt sülhünün şərtlərini xatırlayın. Elzas və Lotharingiya Frankfurtdan verilmişdi Almaniyaya, amma Versalla qayıtdı Fransaya. Və şərqdə, xüsusən də Suriya üzərində Fransa mandat hüququ aldı. Mandat hüququ nə idi? Məsələn, 3 tip mandat kateqoriyası müəyyənləşdirilmişdi. Birinci mandat, ikinci mandat, üçüncü mandat. Birinci mandatlar, misal üçün deyir ki, bunlar hardasa müstəqil olmağa yaxındılar, amma gəl bunların müstəqil olması üçün yetişdirmək lazımdır. Məsələn, ərəb ölkələri filan da deyirdi ki, gəlin bunları müstəqil olana qədər öz təsirimiz altında saxlayaq. Ondan sonra artıq görsək ki, bunlar artıq dövlət idarə eləyə bilərlər. Onda bunlara müstəqillik verir. Təbii ki, bu da maskalanmış bir istək idi. Yəni, ərəb ölkələri səsini çıxartmasaydılar və dünyadakı o 2-ci Dünya müharibəsi baş verməsəydi, bəlkə onlar ümumiyyətlə ərəblərə müstəqillik də verən deyildilər. Amma misal üçün, Afrika ölkələri var idi, onlar da mandatlaşdırılmışdı, amma deyirlər ki, yox, bunlara müstəqillik vermək yaxın zamanda nəzərdə tutulmur. Çünki bunlar dövlətin nə olduğunu bilmirlər. Gətirdi, bunlara müstəqillik verdi, ağıllarına nə gəldi, onu eləyəcək.
Bu cür bir mandatlaşma oldu ve Versal sistemində. Versalın ikinci şərti o idi ki, Fransa qəti şəkildə tələb etdi ki, gələcəkdə almanların hücum etməməsi üçün həmin o Reyn zonası ki var, o zonanın hər iki sahili, yəni həm Fransa hissəsi, həm də ki Almaniya hissəsi tək silah olunsun, silahsızlaşdırılsın. Və Almaniyanı bütün bu Birinci Dünya müharibəsinin səbəbkarı elan olunur. Donanması, ordusu falan hamısı ləğv edilir və təzminat ödəmək. Təzminatın da yüklü bir hissəsi Fransaya ödənməli idi. Yəni Fransa Birinci Dünya Savaşında tutduğu o məqsədlər ki var, bayaq dediyimiz məqsədlər ki var, demək olar ki hamısına nail olur. Osmanlı mülklərini öz dostları arasında bölürmü? Bəli. Avropada yeni torpaqlar tuturmu? Bəli. Təzminat alırmı? Bəli. Elzas və Lotharingiyanı alırmı? Bəli. Fransa tam istəklərinin hamısını həyata keçirir. Həmin o Birinci Dünya müharibəsindən sonra imzalanmış Versal sülh müqaviləsi. Amma nədənsə bu Fransa üçün natamam qələbə hesab olunur. Həmin bu Versal məsələsi. Natamam qələbə hesab olunmasının səbəbi ondan ibarət idi ki, Almaniyanı bunlar o qədər yükləmişdilər ki, yəni bir dövlət borcu ödəyə bilməsi üçün nə etməlidir? O gərək onun istehsalı ola, nəsə qazana bilər ki, həmin borcu ödəyə bilər. Amma Almaniyanı Fransa hər tərəfdən sıxışdırmışdı. İndi burada məsələləri bir-bir açaq. Amerika və İngiltərə faktoru var burada. Amerika-İngiltərə faktoru gördülər ki, Avropada Almaniya tamamilə çökürdülür. Fransa, hər şey Fransanın lehinə işləyir. Olmaz belə. Gəlin, Almaniyanı da inkişaf etdirək. Fransa ilə bərabər olsun. Nə İngiltərəyə necə deyim, baş ağrısı olsun, nə də ki orada Amerikanın planları pozulsun. Ona görə Amerikalılar xüsusən Almaniyanın tamamilə zəiflədilməsinə maraqlı deyildilər. Fransa dedi ki, yoxa qoy ölsün, çöksün. Buna Amerikalılar qarşı çıxırdılar. Sonra həmçinin Fransa bunu niyə istəyirdi? Deyir ki, mən bir də Almaniyanı öz qonşuluğumda təhlükə kimi görmək istəmirəm. Onun üçün deyir ki, tamamilə o dövlət zəiflədilməlidir, ordusuz olmalıdır. O dövlət ümumiyyətlə mənə işləməlidir. Belə bir fikirdəydilər bunlar. Fransa üçün ona görə natamam qələbə hesab olunur ki, müttəfiqi Rusiya itirilir. Çünki Rusiyada inqilab baş verir, Romanovlar gedir və Sovetlər orada gəlir. Və SSR artıq bildiyimiz kimi bura çağırılmamışdı. SSR-yə bunlar biraz borc yükləmək istəyirlər ki, sən savaşdan yeni çıxdın, nə bilim nədir filan, sənə bu qədər borclar verilmişik savaşdığı müddətdə. Lenin də deyir ki, borcu kimə veribsiz, gedin ondan alın. Mənə borcad verib, yəni mən sizdən pulsat alıb eləməmişəm. Bu şəkildə artıq SSR də bu proseslərdən kənarlaşdırılır. SSR də artıq Avropaya zidd bir qütbə çevrilməyə başlayır burada. Belə olan halda Fransa artıq SSR-nin yerini doldura biləcək və Almaniyaya şərqdən təsir göstərə biləcək iki ölkəni dəstəkləməyə başlayır. Polşa və Çexoslovakiyanı. Bu şəkildə artıq müəyyən müddət prosesləri tarazlamaq istəyir. İndi 1923-cü ildə Ruhr böhranı deyilən var burada. Ruhr kömür hövzəsidir. Almaniya, təbii ki, Ruhr həmin dövrdə Almaniyanındır. Həmin o kömür mədənlərində Almaniya özü işlədir. Və Almaniya təzminatı gedişdirir, vaxtında ödəmədiyinə görə Fransa Belçika ilə birləşir, gəlir Ruhr kömür hövzəsini tutur ki, Almaniya nə vaxt mənim borcumu verər və onda mən bu Ruhr kömür hövzəsini azad eləyərəm. Bu Almaniyada böyük problemə səbəb olur. Almaniyanın özündə hiperinflyasiya deyilən bir şey baş verir. Hiperinflyasiya, məsələn, bugün çörəyi 1 marka alırdılarsa, sabah həmin çörəyi alırlar 20.000 marka. Hiperinflyasiya, məsələn, müasir dövrdə hiperinflyasiya baş verib Venezuelada. Çox həddən, yəni orada kağız pul, yəni dəyərsiz idi. Hətta 20.000% təsəvvür edirsiniz, çox böyük bir rəqəmdə inflyasiya baş vermişdi orada. Və bu şəkildə artıq Versal sistemi yavaş-yavaş çöküşə doğru gedir burada. Artıq o Almaniyanın çöküşü də
bir növ desək, Amerikanın diqqətini çəkir burada. Yəni, Almaniyanın üzərinə qoyulan yüklü təzminat Almaniyanın ödəyə bilməyəcəyi bir borca salır. O borc onsuz da Fransaya ödənməyəcəkdir. Fransa, bayaq dediyimiz həmin Rur kömür hövzəsindən hərbi müdaxilə ilə Ruru Almaniyadan qopartmağa çalışır, amma Versalda bunlar nə söz vermişdi? Dövlətlərin sərhədləri legitimdir, toxunulmazdır, hərbi müdaxilə bəyənilmir, hərbi müdaxilədən maksimum qaçınılmalıdır. Bunu irəli sürən qalib tərəflər özləri gəldilər 1923-də bu şərtlərini pozdular və öz missiyalarını bir növ sual altına almış oldular. Bunun beynəlxalq böhranı nədən ibarət idi ki, artıq bütün dünyaya Amerika, xüsusən İngiltərə göstərməli, yox, bu sistem işləyir, bu Versal işləyir, ona görə bundan çıxış yolu tapmaq üçün nə lazımdırsa eləyirdilər. Yəni, Almaniya iqtisadiyyatının dirçəldilməsi və onun ödəmə qabiliyyətinin bərpa olunması üçün nə lazımdırsa eləyirdilər. Və burada ən, belə deyim də, işlək planı Charles Dawes adlı bir şəxs, Amerika dövlət xadimi, bu irəli sürdü. Birincisi, təzminatın ödəmə vaxtını uzatdılar, müddətini, məbləğini azaltdılar. Müddəti adi, misal üçün, gedirsiniz, tutalım ki, ayda 500 manat kredit ödəyirsinizsə, gedirsiniz banka, bank müddəti uzadır, aylıq ödənişi salır aşağı ki, sən problemsiz ödəniş ödəyə biləsən. Burada da Almaniyanı o cürə eləyirlər. Müddəti uzalt, məbləği aşağı sal. Və Amerika Almaniyaya öz iqtisadiyyatının, sənaye müəssisələrinin bərpası üçün böyük miqdarda kreditlər verir ki, Almaniya özünü toparlasın və yavaş-yavaş öz borclarını ödəyə bilsin. Nəticə verilmi? Bəli, Fransa bundan qane olur və öz qoşunlarını Rur kömür hövzəsindən çıxardır. Bir müddət bu sistemi bu şəkildə işlədirlər artıq. İndi ümumiləşdirək biz burada Fransa revanşizminin iqtisadi nəticəsi. Məsələn, 1900-1914-cü illərdə Fransanın bu qatı şəkildə revanşizmi Fransanı bir növ xarici kreditorlar qarşısında borclu hala salır. Çünki revanşizmi yerinə yetirməkdən ötürü apardığı siyasətlər pul tələb etdiyinə görə dövlət biraz orada borclanır. Bu revanşizm Versalda 1-ci Dünya müharibəsindən sonra Fransa üçün qələbə ilə nəticələnsə də, amma Almaniyanın imzaladığı sülh heç də ədalətli sülh deyildi. Almaniya bunu belə qəbul etdi ki, Fransa məni cəzalandırmaqdan ötürü bu sülhü istəyir. Yəni, Fransa özünə dəyən zərəri atıb ikinci plana. Almaniya ilə başa düşür ki, Fransa məni nəyinsə qisasını alır. Məsələn, Frankfurtun qisasını alır məndən. Mənim müstəqil olmağımın qisasını alır. Bu avtomatik Almaniyada nəyi formalaşdıracaq? Almaniyada da revanşizmi formalaşdıracaq artıq Fransaya qarşı. Biz də bunun bariz nümunəsini 2-ci Dünya müharibəsində görəcəyik ki, 2-ci Dünya müharibəsi Hitlerin apardığı siyasətin, o işğalçılığın ən təməl nöqtəsində Fransanın çöküşüydü. Fransadan bir növ onun qisasını alır. Üçüncü hissə 1920-ci illərdə iqtisadiyyatla siyasətin artıq bərabərləşdirilməsi, yəni həmin Rur kömür 1923-cü ildəki Rur böhranı artıq iqtisadiyyatın siyasiləşməsini göstərir. Yəni iqtisadi cəhətdən Fransa Almaniyadan ala bilmədiyi təzminatı hərbi yolla gedib onun misal üçün hər hansı bir kömür mədənini ələ keçirtməklə o boşluğu doldurmaq istəyir. Və bundan sonra artıq ABŞ-nin dünya üzərində hegemon siyasəti sual altına düşürdü. Çünki böyük təşəbbüskar ümumiyyətlə Amerika idi burada. Sistem artıq çökürdü. Ona görə də Charles Dawes'in planı dövrəyə salındı və nəticədə Almaniyaya ödəmə müddəti uzadıldı, illik məbləği aşağı salındı və kredit verildi ki, Almaniya özünü toparlaya bilsin. Bu bizim indi artıq sonuncu slayddır və burada ümumi şəkildə bir dənə idarə etmə dövrlərindən keçək Fransanın. 1789-da inqilab oldu, 92-də respublika quruldu, 93-də kral hakimiyyəti bir dəfəlik ləğv edildi. 1792-dən 1804-cü ilə qədər birinci respublika dövrüdür. 1804-dən 1814-cü ilə qədər Napolyon diktaturası, yəni birinci imperiyadır.
14-də məğlub olurlar, 15-də ümumiyyətlə tamamilə sürgün olunur və Viyana Konqresi Napoleon imperiyasını yenidən əvvəlki sərhədlərə qaytarır və bölüşdürür. 14-dən 48-ci ilə qədər yenidən monarxiyadır və Burbonlardır. 48-də inqilab baş verir. Orada 4 il müddətinə ikinci respublika var. Amma ikinci respublikada özünü doğrulda bilmir. Özünü doğrulda bilmədiyinə görə artıq həmçinin orada bloklar arasında mühafizəkarlarla burjuaziya arasında problemlər var idi. Bu ziddiyyətdən istifadə edən Louis Napoleon bir növ hakimiyyəti tək başına ələ keçirdir. 1852-də 1870-ci ilə qədər 3-cü Napoleon hakimiyyətdə olur. Və Sedan fəlakətindən sonra 3-cü Napoleon devrilir və ölkə 3-cü respublikaya qədəm qoyur ta ki Almaniya işğalına qədər 1940-cı ilə qədər. Bu rejimlər ki var, hal-hazırda burada gördüyümüz rejimlər, iqtisadi sabitlik əsasən iki dövrdə olub. İkinci imperiyada 1852-1870-ci illər, ikinci imperiyanın əvvəllərində, ikinci imperiyanın 60-cı illərin o ortalarından sonra çöküş başlayır. 70-də artıq bu məlum məsələ ilə bitir. Bir də 3-cü respublikanın artıq o 19-cu əsrin sonlarından etibarən Fransada iqtisadi sabitlik başlayır ta ki 2-ci Dünya müharibəsinə qədər. Belə. Kimin nə sualları varsa, indi buyursun Fransa mövzusu ilə bağlı. Buyurun. Mənim çox sağ olun, ilk növbədə təşəkkür edirik. Siz də sağ olun. Belə qısa bir müddət ərzində tam demək olar ki, böyük bir uzun müddəti bizə belə deyək, həm izah elədiniz, gözəl bir webinar idi.